2 dənə daxili bucağın cəmi üçüncünün xaricidir. Bura 2 alfa olar. Bayaq bir şey yazmışdıq. Bir düstur yazmışdıq. 1 plus cos 2 alfa. 1 çıx cos 2 alfa. Kotanyas kvadrat alfanı verir. Ondan istifadə edəcəyik. Bu üçbucaqda kosinus alfanı tapaq. Kosinus 2 alfanı tapaq. Deməli, kosinus 2 alfa nədir? Bitişiyin hipotenuza. X'in 18 çıx X'e. X 4'te 11'de axı. 4'te 11 bölünsün 4'te oy Allah 4'ün 72'den 11 çıx 61'e. 4'te gelir cavab qalır 61'de 11. Hı hı. Hı hı. 61'de 11 apar yerine koy da. Düsturda. 1 plus 61'de 11 böl 1 minus 61'de 11. Yuxarı eləyir 61'de 72. Aşağı eləyir 61'de 50. Bunlar gedir 50'de 72 qalır. 2'e geçsələr 25'de 36. Həbə bu cavabı da konkret alınır ha. 25'de 36 kotanyas kvadrat alfanın yerine dayanıb bu düsturda. Onda kotanyas kvadrat alfa, kotanyas alfa ne olar? 6 böl 5 yani 1,2 olar. Niye ben? Neydi bu suala bak birinci buradan alfa attım. Ya bu zaten bu xətti atma zaten bir şey istəyir yani. Ha, attım bunu. Fagor elədim x'i tapdım. Bu da bəs eləmədi. X'i apardım koydum. Burada 2 alfadan kosinüs 2 alfadan bu da bəs eləmədi. Bu üstündə apardım kosinüs 2 alfanın yerine koydum kotanyası tapdım. Bu zülümdü Allah. Böyle suallar. Demiştim bir daha sana oxuşur. Başlayacağım ama axıra kimi qurtarmalıyam. Başladık mı bitirik də. Kosinus x bu sual bu rahat sual oxşur. Kosinus x bərabər sinus 2x'in açılışı nədir? 2 sinus x kosinus x. Kosinus x'i bura açsaq. 2 sinus x kosinus x çıx kosinus x bərabər 0. Kosinus x'i ortaq çıxarıram qalır 2 sinus x çıx 1 bərabər 0. Belə bir şey olur. Ya kosinus x 0'dır. Ya da 2 sinus x çıx 1 0'dır. Yəni sinus x bərabər 2'də 1. İndi 0-180 aralığında kökləri istəyir. Tənli cavabları yazmayacağım. Ümumiyyətlə 0-180 arasında kosinus hasan 0. Kosinüsün 0 olduğu yer 90 dərəcə. Bunun x pi bölgü çıxacaq. Pi bölgü. Sinusun 2'də 1 aldığı qiymətlər 1 30 dərəcədir. Pi böl 6. Bir də 150 dərəcədir. Yəni onun qonşusu var. Yəni bir özü bir qonşusu. Yəni 5 pi böl 6. Bunların cəmi 11 dənə pi eləyir. Burada bir dənə pi bölgü var. Pi ilə pi bölgünün cəmi 3 pi böl 2. Yəni tənli cəb yazıb bir kayla qiymətlər verirsən, eyni şey gələcək. Yəni sinus konkret 0-180 bildiyin dərəcələrdə 2'də 1 atsan alır. Sinus həmişə özünü alırsa qonşusu da onu alır. 30'da 2'də 1 alırsa 150'də də 2'də 1 alır. Bunlar pi ilə yazdım da belə istədir çünki. Deməli. 12 düstur görürəm konkret yuxarıda. Köşkü vurulsun. Sinus kosinus, sinus kosinus. Növbələşiblər. Deməli bu sinusun cəm düsturudur. Sinus 21 plus 27 yəni sinus 48 deməkdir. Aşağıda niye göre aşağıda? Ya beraber sinüs nəsə yazıb bey orada onu görmürəm. Beraber sinüs x yazıb yəqin. Nereye yazıb da? Neyse 4 kosinüs 66'nın yerine sinüs 24 yazabilirim. Çünkü 66 ile 24'ün cəmi 90'dır. Tamamlayıcıdırlar da. Yerine sinüs 24 yazırım. Tamamlayıcılar yazabilirim. 4'ü də 2 vur 2'mi ayırıram. 2 sinüs 24 kosinüs 24 sinüs 48'i verir. Elə bunlar gedir. Qalır köşkü 3 bölü 2 beraber sinüs x. İnşallah x yazıb burada. Sinüs asın köşkü 3 bölü 2 alır 60 dərəcədir. Deməli cavab B bəndi. 0-90 arasındakı əlini istəyirdik də. Bu suala belə getdi. 13. 200'lü bucaq. Bir 200'lü bucaq varsa belə çək 60 dərəcə budur. Bir yüzü üzərində verilmiş nöqtə. Məsələn burada verilmiş nöqtə. Onun tilindən məsafə. Til də bu o nöqtəsidir. Bu məsafəni bizə 6 köşkü 3 verib. Bu nöqtədən digər üzə qədər məsafəni tapın deyir. Bura qədər məsafəni tapın deyir. Deməli bu 90 30-60 bucağıdır da.
90'ın qarşısı 6 kök 3'dür. 30'un qarşısı bunun yarısı 3 kök 3'dür. 60'ın qarşısı 3 kök 3'ün kök 4 mislidir. Bir də kök 4 vur. Bunlar 3 eləyir, cavab verir 9. Yəni o bənd. Bu yəni yenə deyirəm, fəzanı şifahi verir. Amma o biri mövzularda öldürür də. Bu 4'ü yazsam kvadratın kvadratı, bu 4'ü yazsam kvadratın kvadratı. Bir dəfə çıx, bir dəfə toplamalıyam. Yəni cos kvadrat 32 plus sin kvadrat 32. Bir dəfə də bunların çıxmaları. Cos kvadrat 32 çıx sin kvadrat 32. Aşağıda 2 kosinüs kvadrat çıx bir konkret kosinüs 2 alfanın üstüdür. Yəni kosinüs 64. Bu 1 eləyir. Sin kvadrat cos kvadratdan 1 daxil bu 1 eləyir. Bu da kosinüs 2 alfanın başqa bir üstüdür. Bu da cos 64 eləyir. Bunlar da gedir. Çalıb 1 qalır. Bu məsələn yazılır.